Salam əziz abituriyentlər, əziz kanalımızın izləyiciləri. Bugün sizinlə dim toplusunun informasiya kodlaşdırılması, miqdarın ölçülməsi bölməsindən açıq tipli test tapşırıqlarından 64 nömrəli testi həllinə baxırıq. Misalımız 16 üstü x plus 2 bit böyükdür 32 üstü x minus 3 kilobayt bərabərsizliyin ən böyük tam həllini müəyyən edin. Bu həlli həll etməzdən əvvəlcə hər iki tərəfə baxırıq. Bərabərsiz sağ və sol tərəfinə baxırıq. Bir tərəf kilobayt, bir tərəf isə bitlə ifadə olunub. Hər iki ölçü vahidinə gətiririk. Əvvəlcə hamısını misalımızı yazıb, daha sonra hər iki ölçü vahidinə gətiririk. 16 üstü x plus 2 bit böyükdür 32 üstü x minus 3 kilobaytla bitə çeviririk. Vurulsun 2 üstü 10 3 şəklində yazırıq. Sonra buradan biti də yazaq. Bunu qüvvət üstünə 2-ni qüvvətə gətiririk 16-nı. 2 üstü 4 üstü x plus 2 bit böyükdür 2 üstü 5 üstü x minus 3 vurulsun 2 üstü 10 3 bit şəklində yazırıq. Buradan 2 üstü 4x plus 8 bit böyükdür 2 üstü 5x minus 15. 15'i yani buradan bu dərəcəni 5'i vurduq x-ə. 5x minus deməli 15. Bunu da vururuq 2 üstü 13'ə. Deməli əsaslara bərabər qüvvətləri bir-birinə vurduqda qüvvətlər toplanır. Plus 10 3 bit şəklində yazırıq. Burada bitlər gedir, 2'lər gedir və qüvvət üstlərini yazırıq. 4x deməli plus 8 böyükdür 5x minus mənfidən müsbətə çıxırıq və böyük işarəsini yazırıq. Çıxılsın 2. Buradan da 2'ni sol tərəfə gətiririk. 10 böyükdür x-dən. X keçirdirik ifadənin sol tərəfinə. X kiçikdir 10-la. Bərabərsizlik ödəyən deməli ən böyük tam ədəd. Deməli x bərabərdir 9 olur.